Bu qızıl qaydaları illərdir riyaziyyat tədrisində tətbiq edərək uğur qazanıram. Siz də tətbiq edərək ən zəif dediyiniz şagirdlərlə nəticə əldə edin. Stanford Universitetinin məşhur professoru olan Joe Boylerdən öyrənmə və xüsusilə də riyaziyyatın öyrədilməsi ilə bağlı 3 qızıl məsləhət. Bir çox valideyn və müəllim belə deyir, mən bunu uşağa bir neçə dəfə izah etdim, amma uşaq yenə də başa düşmədi. Əslində problem sizin izahınızda olmaya bilər, çünki izah etmək hələ öyrənmək demək deyil. Joe Boyler deyir ki, öyrənmə o zaman baş verir ki, beyin cavabı mümkün qədər özü tapsın. Birinci məsləhət, izah etdikdən sonra başa düşdün deyə soruşmayın. Bunun əvəzinə deyin, indi bunu öz sözlərinlə izah et. Çünki beyin təkcə dinləyəndə yox, danışanda, fikrini ifadə edəndə daha yaxşı öyrənir. İkinci məsləhət, ertəsi gün eyni tipdə, amma biraz fərqli tapşırıq verin. Heç bir xatırlatma və ipucu verməyin. Əgər uşaq həmin biliyi özü xatırlayıb tətbiq edə bilirsə, deməli öyrənmə baş verib. Bilik izah ediləndə deyil, xatırlanıb tətbiq olunanda möhkəmlənir. Üçüncü məsləhət, əgər uşaq yenə də bacarmırsa, axı bunu keçmişdik deməyin. Bunun əvəzinə deyin ki, beynin bunu öyrənməsi üçün bir neçə dəfə cəhd etmən lazımdır. Bu tamamilə normaldır. Araşdırmalar göstərir ki, utanmaq və qınanmaq beynin öyrənməyə açıq olmasını azaldır. Əksinə, səhv etməyə icazə verilən mühit uşağın özünü təhlükəsiz hiss etməsinə və daha yaxşı öyrənməsinə kömək edir. Unutmayın, uşağın neçə dəfə izah eşitdiyi yox, neçə dəfə özü düşünüb cavaba çatdığı onun öyrəndiyini göstərir.